Bizim tələbimiz ziyana baxsınlar, bir yerində görsünlər, nə ödəsinlər, yanaq açsınlar, ya nəyəsə bir şeye bağlasınlar. Biz də tələb eləyirik ki, bizim ziyanımız nədirsə qarşılasınlar. Ona görə ki, heç kim kiminsə ziyanının qarşılığını, məsuliyyətsizliyinin ziyanını çəkmək məcburiyyətində deyil. Ay sağ ol səni, deputat da hamısı da yalandı vallahi. Bütünü də yalandı. Həmən deputat gəlsin, çıxsın da kəndimizə. Marniuli Bələdiyyəsinin Candar qəsəbəsinin sakinləri 9 iyun tarixində kənd ərazisində yerləşən elektrik transformatorunda baş verən partlayış nəticəsində ciddi problemlərlə üzləşdiklərini bildirirlər. Sakinlərin sözlərinə görə hadisə zamanı baş verən partlayışdan sonra elektrik kabellərinin yanması nəticəsində yaşayış məntəqəsinin böyük hissəsi işıqsız qalıb. Onlar qeyd edirlər ki, yaranmış qısaqapanmalar evlərdə bir sıra məişət texnikasının sıradan çıxmasına səbəb olub və maddi ziyan vurub. Paltar yüyən maşında bala. İndi mən nə deyim, vallahi aylıq yoxdur, onluq yox, heç işləyənim yoxdur. Mən nə qarıyım? Bir uşaqdır, o da taksabatlıq eləyir, nə qazanır, rüt baba saxlayır özünə. Niyə hazır bunu bilən adamlara vermirlər, bilməyən adamlara verirlər, gətirlər, bugünə qoydular, dağıtdılar kəndi. 3 gün xalq, hər şey məhsul zay olub gedib, ərzaqları, hər şeylər xarab olub, insanlar nə qaymalıdır. Elə də çətinliklə yaşayır, xalq nə günlə yaşayır. Bu da bir yandan. Demək olar ki, kənddə yəni hər kəs zərər görübdür. Ondan əlavə, yəni neçə gündür biz işıqsızıq. Xəbərdarlıq olmadan 10 saat işıqsız qalırıq və bu istidə heç kim məcburi deyil ki, saatlarca işıqsız qalsın. Xaladanimiz xarab olubdu. Şıxılı motor xarab olubdu, su motorumuz. Xaladan neçə dolayın idi, hamısı zay oldu, töküldü. Vallahi ha. Tələbəmiz odur ki, baxmırlar, heç nəyə bala. Sən sığanda düzdür, gəlirlər ki, məndə yoxdur, baxan yoxdur. Yerli əhali dəymiş ziyanın Energopro şirkəti və aidiyyəti qurumlar tərəfindən komissiya yaradılaraq qiymətləndirilməsini və kompensasiya olunmasını tələb edirlər. Yazıqdır cəmaət. Bax, yayın bu günündə xaladenik işləməsə nə deməkdir? Əsas da xaladenik işləməlidir. İndi nə bilim, bax, ağsaqqallar var, ağ biçəklər var, eləsi var, körpələri yoxdur, cavanları yoxdur, indi hamısı yaşlılardır qalanlar. Yaşlı nə qaliblər? Heç nə. Amma bizim tələbimiz odur ki, görək bunu qarşılayacağım devlət. Gəlsinlər, baxsınlar, ekspert göndərsinlər, ekspertlə yoxlasınlar, analiz eləsinlər ki, doğrudan da ki, bu burada xarab olub. Ziyan dəyibdir, aliyə, məsələn, küllü miqdarda aliyə ziyan dəyib. Xaladenik, xaladenik televizorda neçə qiymatı? Ay, 5.000, 5.000-i görə o nə tər qazandı. Eləsi var, kreditlə götürüb, kreditini görüm ödəyə biləcəyim onu. Biz də tələb eləyirik ki, bizim ziyanımız nədirsə qarşılasınlar. Ona görə ki, heç kim kiminsə ziyanının qarşılığını, məsuliyyətsizliyinin ziyanını çəkmək məcburiyyətində deyil. Hamı bu pis situasiyada yaşayırıq. Hamı kreditlə bilirsiniz, alır hər bir texnikasını və heç kim təzdən yəni onları almağa bizim imkanımız yoxdur. Ona görə də biz hökumətdən tələb eləyirik ki, necə zərər veriblərsə, elə də ki, zərərimizin qarşılığını versinlər bizim. Bizim tələbimiz ziyana baxsınlar, bir yerində görsünlər, nə ödəsinlər, yanaq açsınlar, ya nəyəsə bir şeye bağlasınlar. Belə olmaz axı bu xalq. İndi yaxşı dolanan var, dolanan mənə açsın. Dularvatlar var, əri olmayanlar var, öydə şey olmayanlar var. Bunlar nə qaymalıdır? Ay sağ ol səni, deputat da hamısı da yalandı vallahi. Bütünü də yalandı. Həmən deputat gəlsin, çıxsın da kəndimizə. Hamı ziyan çəkib axır, belə olmaz vallahi. İş yox, güc yox, hamı zulümlə pul qazanır, öyünə əşya alır, hamısı navın dolur. Belə olmaz axırı.